bu da arzuların arzusu. 12 sot ha, 12 sotda. Bak bu gördünüz. Bunu ev demək istəyirəm, bunu ev demək olmaz ha. Bunu ev demək olmaz. Malikana, bu Avropa, İsveçrədir baba bura. Xoşbəxt olmağın baba bura, bu möhtəşəm yerdir bax. Həqiqətən vaxt gələcək. Bax mən bunu deyirəm sizə, müəllim. Vaxt gələcək. Həqiqətən Azərbaycan zabor olmayacaq. Mən bunu demişəm. Bax belə bir yarı tikilidir ha, bu 12 sotun içində. Qiymətini deyim müəllimim burada. Qiyməti də bunun 250 min ha. 250 min manata. Gözəl bir evdir. Unikal evdir də bu, unikal. İnsan özün burada xaricli hiss edir. Gözəl. Nələr var burada, nələr? Nələr var burada, nələr? Paşa. Nələr var burada, nələr? Qorxdun? Bax cənablar və cənablar, mən sizə ev yox ha, mən sizə malikana göstərirəm. Həqiqətən də bax, möhtəşəm bir evdir. Genişdə baxın da, burada eləyəm şadlıq evidir. Bu şadlıq evi, bu arzuların həqiqətən arzusudur. Baxın, görün, həqiqətən burada torpağın qiyməti heç burada olmaz. Masajda cəmaat yoncalıqda yeri 20-25 verir. Bu boyda 12 sotda 250 min. Demək olar ki bu müftədir. Gəlin alın. Bu da Duz Gölü. Bu da Duz Gölü. Bu belə. Bu da terası. Nəysə kimə belə bir ev maraqlıdırsa, bu belə bir mənzərədə bizi yıxsın. Sağ olun, salamat qalın, çox sağ olun ki səbriniz çatdı. Axıra qədər bizim videoya baxdınız. Möhtəşəm. Möhtəşəm.